Bugünkü videomuzda sizə dünyada ən təhlükəli olan yolları tanıdacağıq. Bu yollar sadəcə gözəl mənzərələr və macəra istəyənlər üçün deyil, həm də əsl cəsur sürücülər üçün nəzərdə tutulub. Hər birinin özünə məxsus təhlükələri və çətinlikləri var. Amma bu yolları keçmək bir çoxunun arzusu olub. Beləliklə, kəmərinizi bağlayın və ən qorxulu səyahətə hazır olun. Bu reyting 2024-cü ilin sentyabr ayında ən son məlumatlara əsaslanır. Əgər bu yolları keçməyi düşünürsünüzsə, mütləq əvvəlcə hazırlıq görməli və təhlükəsizlik qaydalarına ciddi əməl etməlisiniz. Bugünkü siyahımıza daxil olan yollar hər bir sürücü üçün böyük risklər və sürüşmə təhlükələri ilə doludur. Sizsə bizə dəstək olmaq üçün kanala abunə olaraq şərh yazmağı unutmayın. Başlayaq. Kelong-Kishvar yolu, Hindistan. Hindistanın dağlıq ərazilərində yerləşən bu yol öz dar və çətin keçilən hissələri ilə məşhurdur. Kelong-Kishvar yolu 235 km uzunluğunda olsa da, dağların ortasında yerləşən çox dar bir yoldur. Yolda qarşılaşdığınız sürüşkənlik, qəzalar, hətta dağlardan düşən böyük daşlar bu yolu çox təhlükəlidir. Bu yolun Rocks Edge adlı bir dar hissəsi var ki, burada sürücülər çox ehtiyatlı olmalılar. Çünki bir səhv hər şeyin sonu ola bilər. Bura həmçinin dağlıq ərazidə bir çox dəyişkən hava şəraitini və güclü küləklərdə nəzərə alaraq daha da təhlükəli olur. Trans-Faqaraşan yolu, Rumıniya. Trans-Faqaraşan Rumıniyanın ən hündür və ən çətin keçilən yoldur. Bu 2000 metr yüksəkliyə qədər qalxır və burada çox sayda kəskin döngə, dar keçidlər və tunellər var. Yolda sürücülər həmçinin böyük qoyun sürüləri ilə qarşılaşa bilər. Çünki bu yol ətraf kəndlərdən keçərək dağlıq əraziləri əlaqələndirir. Yolun qayalıq bölgələri də yolun təhlükəsini artırır. Skippers Canyon yolu, Yeni Zelandiya. Skippers Canyon yolu təbii mühitin sərt və gözəl olduğu bir yoldur. Bu yol 1862-ci ildə qızıl tapılmasından sonra inşa edilməyə başlanıb və hələ də yerli əhali tərəfindən istifadə olunur. Yol çox dar və qeyri-bərabər olduğundan hər an dağılmalar və daş düşmələri ilə qarşılaşa bilərsiniz. Dar keçidlər və qayalı sahələr burada təhlükəni artıran başlıca faktorlardandır. James Dalton yolu, Amerika Birləşmiş Ştatları. Alyaska ştatında yerləşən James Dalton yolu arktik şəraitdə çox təhlükəli bir yoldur. Bu yolun böyük hissəsi sadəcə torpaqdan ibarətdir. Burada heç bir yol işarəsi və ya təmir aid işlər aparılmır. Qışda burada ərimə və buzlanma çox ciddi təhlükələr yaradır. Yolun bu hissəsi çox soyuq və çətin şəraitdə olduğu üçün sürücülər burada hərəkət etməkdə çox diqqətli olmalıdırlar. Həmçinin bu yol çox az əhalisi olan bölgələrdən keçdiyindən təcili yardım xidmətlərinin olması da çox məhduddur. Zojila Pass, Hindistan. Hindistanın ən təhlükəli yollarından biri olan Zojila Pass Himalay dağlarının yüksək ərazilərində yerləşir. Bu yol xüsusən qar fırtınaları və buzlanma zamanı çox təhlükəli olur. Zojila Pass yolu çox dar və qeyri-sabitdir. Bununla yanaşı burada çox ciddi qəza riski var. Çünki yol boyunca hərəkət edən nəqliyyat vasitələri arasında qarşılıqlı keçid çətin olur. Fairy Meadows yolu, Pakistan. Pakistanın Fairy Meadows bölgəsində yerləşən bu yol təbiət sevərləri cəlb edən bir yerdir. Lakin çox dar olan bu yol sürücülər üçün böyük təhlükə yaradır. Bir çox sürücü bu yolda yavaş hərəkət etməli, yolda baş verən qəzalardan qaçmaq üçün son dərəcə diqqətli olmalıdır. Yungas yolu, Boliviya. Bu yol ölüm yolu adı ilə də məşhurdur. Boliviyada yerləşən Yungas yolu 64 km uzunluğunda çox dar və uçurumlarla əhatəlidir. Dağlıq ərazidən keçən bu yol çox vaxt duman və yağışla örtülür ki, bu da sürücülərin yol görünüşünü azaldır. Hər il bir çox sürücü bu yolda həyatını itirir. Lakin bəziləri bu yolun yaratdığı təhlükələrə baxmayaraq, cəsarət taparaq səyahət edirlər. Himachal Pradesh yolu, Hindistan. Himachal Pradeshdə yerləşən dağ yolları hər il minlərlə insan həyatını itirməsinə səbəb olur. Bu yolların çox hissəsi qeyri-bərabər və çox dar olduğundan təbiət hadisələri və ağır yük daşıyan avtomobillər səbəbindən çox sayda qəza baş verir. Bu dağ yolları çox vaxt çətin hava şəraiti ilə üzləşir. Buna görə də bu ərazilərdə hərəkət etmək olduqca çətinləşir. Pan-Amerika magistralı, Şimali və Cənubi Amerika. Pan-Amerika magistralı dünyanın ən uzun və ən mürəkkəb yollarından biridir. Bu yolun keçdiyi ərazilərdəki təhlükələr arasında tropik meşələr, çöllər və çox çətin dağ yolları var. Həmçinin yolun bir hissəsi çox təcrid olunmuş ərazilərdən keçir. Bu da sürücülərin qəzaya uğraması halında yardım almaqlarını çətinləşdirir. Yolda tez-tez təbii fəlakətlər və qeyri-adi hava şəraiti ilə qarşılaşılır.
Tibet yolu, Çin-Tibet. Bu yol Çin ilə Tibet arasında yerləşir və çox yüksək dağlıq əraziləri keçir. Yolda sürücülər üçün təhlükə yaradan əsas faktorlardan biri kəskin döngələr və dəyişən hava şəraitidir. Yola çıxanlar bu yolun çox çətin olduğunu və həyatları üçün ciddi risklər meydana gətirdiyini bilməlidirlər. Trollstigen yolu, Norveç. Trollstigen Norveçin ən məşhur dağ yollarından biridir və yollar gözəl mənzərələrdən ibarətdir. Lakin çox sayda təhlükəli döngə, sürüşkən səthlər və küləkli hava şəraiti sürücüləri buradakı risklərlə üzləşdirir. Bu yolun həm də çox dar və qayalı olması, dağlıq ərazidə yerləşməsi onu daha təhlükəli edir. Lena şosesi, Rusiya. Rusiyanın Saha Respublikası boyunca uzanan Lena şosesi çox soyuq və çətin şəraitə malikdir. Bu yolun bir hissəsi tamamilə buzla örtülüb. Burada sürücülərin yola davam etməsi ciddi bir imtahandır. Quru yolların olmaması və davamlı buzlanma bu yolu dünyanın ən təhlükəli yollarından birinə çevirir. Səfər etmək istəyirsinizsə diqqətli olun. Bu yolların hər biri özünə məxsus təhlükələri ilə tanınır. Amma həm də bu yolları keçənlər üçün əsl bir təcrübə ola bilər. Həmişə təhlükəsizlik qaydalarına əməl edin və ehtiyatlı olun. Növbəti videonun sonu. İzlədiyiniz üçün təşəkkürlər.